Bir dəqiqə. Arvad Şoxanım. Fatma? Haradasınız? Asif? Ha, bala haradasınız? Ha, bunlar haradadır, mənim başım çıxmır, ha. Ya... Ata? Azlar ata. Nədə? Haradasınız? Mən sizi axtarıram. Nə baxsan, elə bildi məni görmür. Bilirsən artıq? Hə, nəyi bilirəm? Mənim şəklimi niyə öyle kimi vurursunuz oraya, İraq olsun? Ata, sən artıq bir ildir ki, yoxsan. Yeni il günü yoxa çıxmısan. Zarafatını yesinlər, o zarafatı mən hər il cəmaat eləm. Sən də mənə eləmək istəyirsən, bala? Doğrudan da xəbərin yox imiş. Ata, biz 2024-ün yanvar ayındayıq. Bu nətər ola bilər axı? Mənim başım çıxmır, hə? Necə mən dünən belə bu qədər çox içmişəm, hə? Bəlkə havalanmışam, xəbərim yoxdur. Bəs sən anan hanı? Sənin yoxluğun bizə çox təsir edir, ata. Bayram səhəri durduq ki, yoxsan. Bayram yasa döndü. Polisə müraciət elədik. Aidiyyəti qurumlara müraciət elədik, amma səni tapmadıq. Bu kimdir? Onu sən sonra başa salaram da. Rədd ola, nə görsən burada ailə söhbətləri gedir. De görüm, sonra nə oldu axı, hə? Səni hər yerdə axtardıq, amma tapmadıq. Anam, canım anam. Yazıq bilmədi, neynəsin. Dözmədi. Son çarə kimi. Nə olub arvada, de görüm. Yox, yaxşı deyə, heç olmuyor. Prosta xoş qədəm verişinə get, sən orada axtarsın. Axşama qayıdıb gələr. Nə dram yaradırsan burada? Dənə yaxşıdır da arvad. Ürəyimi sal deyə səhə gedəsək. Sən hələ buradasan, hə? Mənə bax, ölüb eləyən yoxdur. Salamatçılıqdır. Dayım rəhmətə getdi. Maşın qəzası. Çempionlar Liqasının qalibi kim oldu bu ilən? Çempionlar Liqasının yeridir, ata. Deyirəm ki, dayım ölüb, kişi ölüb. Ölüb laf yaşlarına nə qaraq, Allah rəhmət eləsin. Sən sualıma cavab verir, Çempionlar Liqasının bu il kim oldu? Səbail. Səbail? İndi sən bu boyda həngamənin içində bircə onunla təəccübləndin, ata. Bu mümkün deyil axı, nətər Səbail Çempionlar Liqasının qalibi oldu? Sənin yoxa çıxmağın reallığın tarazlığını pozdu. Bizim zaman dilimində paradoks yaratdı. Artıq mümkün olmayan şeylər də mümkün olmağa başlayıb. Başa düşürsən, ata? Azərbaycanda rüşvətin səviyyəsi minimal səviyyəyə yenib. Təhsildə və səhiyyədə dünyada bir nömrəyik. Artıq taksi şoferləri kartla ödənişlərə etiraz eləmir. Priuslar qəza eləmir. Vizalar ortadan qalxıb istədiyimiz ölkəyə rahat şəkildə gedib gələ bilirik. Hamısı da bir məktuba görə. Nə məktub, hə? Sənin yoxa çıxmağının səbəbkarı mənəm, ata. Yeni il gecəsi oturdum Şaxta babaya məktub yazdım. Sənin bizə hər il elədiyin o acımasız, o soyuq, o duzsuz zarafatlardan bezmişdim. Şaxta babadan istədim ki, bu il o zarafatları eşitməyim. O da götürüb səni zaman dilimindən silib. Eşşək boyda gedəsən, sən Şaxta baba ilə yaşında, götürüb Şaxta babaya məktub yazırsan. İndi nə qaraq, başlayaq Sabahla balet eləyək. İnandın həyata, ana gəl. Nəyə inandın, nə olub? Sürpriz, kamera əl elə. Ata, bu prank idi, həyata. Sən buna necə inana bilərsən? Biz səninlə məzələnirdik. Sənin hər il bizə elədiyin o soyuq, duzsuz zarafatlara qarşılıq kimi hesab elə. Zaman dilimi, nə bilim, Şaxta baba. İnandın sən bunlara? Mən bilirdim. Mən uşaq deyiləm, bala. Çörək qulağım. Sən gedən yolları mən qayıdıram, bala. Yox, Sabahil şey olub, Çempionlar Liqasının qalib. Mən ona inananam, gicdir. Ana, ver görüm nəsə kimisən. Ataq TikToka partlasın,
Buna dayana, bütün videoda özür çəkmirsən ki, sənə axı bunu dedim ki, bir dənə bunu basırsan, düzəlir də, çəkir, niyə bunu qurcalayırsan? 1000 dəfə demişəm ki, az Fatma, sən geri get yeməyi pişir, sənin TikTokla, telefonla oynayan yaşındır, özü də köçən ildən yədiyimizin üstündəyik. Yenə yüksək səviyyəli zarafatlar dadanızdan. Yata, yenə? Bala, mən bu zarafatları sizlə eləməyim, bax, kimlə eləyim, hə? Mənim bu həyatda sizdən başqa kimim var axı? Siz mənim aləmsiniz, mənim doğmalarımsınız. O Vin Dieselin qəşəng bir sözü var, deyir, family is everything.